Salam əziz tamaşaçılar, Aran Ağcabədi internet televiziyasının efirində xoş gördük hər birinizi. Böyük Vətən müharibəsində qələbə qazanılmasından artıq 80 il ötür. 9 may Qələbə gününün Azərbaycanda bayram kimi qeyd olunmasına yanaşmalar müxtəlifdir. Bəziləri söyləyir ki, bu bayramın bizə nə aidiyyəti var. Hətta müstəqilliyin ilk illərində də 9 may bir tarixi gün kimi qeyd olunmurdu. Əlbəttə ki, bu faşizmə qarşı bir mübarizədə canından, qanından keçən, böyük fədakarlıqlar göstərən, istər ön cəbhədə, istər arxa cəbhədə vuruşan insanlar üçün bir haqsızlıq idi. Müharibə hansı şəraitdə, hansı zamanda, hansı məkanda olmasından asılı olmayaraq qan deməkdir, ölüm deməkdir, itki deməkdir, göz yaşı deməkdir, yarımçıq tale deməkdir. Və İkinci Dünya müharibəsində Azərbaycan da bu ağrıları yaşamalı oldu, bu acılardan keçməli oldu. Və mübarizə zamanı, Böyük Vətən müharibəsində, faşizmə qarşı mübarizə zamanı qələbənin qazanılmasında Azərbaycan insanının, Azərbaycan övladlarının böyük rolu olmuşdu. Eyni zamanda Azərbaycan neftinin də qələbənin qazanılmasında nə qədər böyük əhəmiyyətə malik olduğunu hər birimiz bilirik. Demək ki, qələbənin qazanılmasında Azərbaycanın da öz payı var və bu payı olan bir xalqın həmin qələbə gününü qeyd etməyə haqqı var. İllər öncə Ağcabədidə 9 may ərəfəsində Böyük Vətən müharibəsinin iştirakçıları ilə görüşlər keçirilirdi, onların xatirələri dinlənilirdi. Bu xatirələr nostalji hisslər yaradırdı, eyni zamanda gənclərimizə bu məlumatların ötürülməsində böyük rol oynayırdı. Amma zaman keçir, nəsillər dəyişir və çox təəssüf ki, bugün artıq biz o insanlarla ünsiyyət qurmaq imkanına malik deyilik. Amma onların doğmaları, yaxınları var ki, onların xatirələrini yaşadırlar, onlarla bağlı söhbətlər edirlər. Bugün də Böyük Vətən müharibəsinin iştirakçısı olmuş 2 nəfərdən, daha doğrusu 2 qardaşdan danışacaq. Onlardan biri Əlnağı Bünyatov elə müharibə zamanı həlak olmuşdu. Onun qardaşı Əlaslan Bünyatov isə sağ qayıdaraq oğul uşaq, nəvə nəticə yiyəsi olmuşdu. Bugün də elə Əlaslan Bünyatovun övladı, Ağcabədilərin çox gözəl tanıdığı dəyərli ziyalımız. Uzun illər Ağcabədidə məsul vəzifələrdə çalışmış. Hazırda isə Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədr müavini işləyən Nazim Bünyatovdur. Nazim müəllim, xoş gördük. Çox sağ olun. Nazim müəllim, elə istərdim ki, digər mövzuya keçməzdən öncə bu 9 mayla bağlı sizin də münasibətinizi öyrənək. 9 may qələbə gününü məhz Azərbaycanda qeyd etməyin əhəmiyyəti nədir? Bilirsiniz, bayaq siz çıxışın əvvəlində qeyd elədiniz. 9 mayın qələbə günü kimi qeyd edilməsi müstəqilliyimizin xüsusən ilk illərində bir mənalı qarşılanmırdı. Bəzi insanlar da tapılırdı ki, artıq biz o vaxt bizim Azərbaycan oğlanları Rus, Sovet dövründə yaşayıblar. Orada bizim vətənimiz o vaxt SSR bizim vətən deyildi, amma əslində belə deyil. Mən hələ kiçik yaşlarımda biz evdə 5 uşaq olmuşuq, 2 bacı, 3 qardaş. Həmişə 9 mayı atam təntənəli şəkildə qeyd edirdi. Deyirdi, bu baxmayaraq ki, biz SSR-nin vətəndaşları kimi vuruşmuşuq, amma Azərbaycan oğulları çox böyük qəhrəmanlıq göstərib. 600 mindən çox Azərbaycanlı müharibə yola düşüb, ondan yarıdan çoxu qayıtmayıb. Qayıdanlar böyük əksəriyyətində də qüsurlar, qolu olmayıb, qılçı olmayıb, şikəst vəziyyətdə. Elə atam özü də müharibədən aldığı yaralar həm qıçından, həm qolundan və bədənində sonsuz sayda qəlpə var idi. Onun bəzilərini o vaxtı çıxarmışlar, bəzisi hələ də elə yerlərdə çıxarmaq olmazdı. O həmişə deyirdi ki, yox, bu bizim qələbəmizdir, bu bayramı qeyd eləməliyik. Mən özüm də birdən fikirləşirəm ki, bəlkə doğrudan o söhbətdə həqiqət var. Amma sonra öz-özümə nəticə çıxarıram ki, o vaxt bizim ölkəmiz, vətənimiz SSR idi.
və bu qədər itki verən Azərbaycanın qəhrəman oğullarının xatirəsini anmamaq ədalətsizlik olardı. Həmin dövrdə qəhrəmanlıq göstərməsəydi bizim atalar, babalar, biz 44 günlük müharibədə bu şanlı qələbəyə nail ola bilməzdik. Yəni Azərbaycan xalqının qəhrəmanlıq tarixi genişdir. Bizim hələ 1000 illər əvvəl vaxt olub Azərbaycan başqa dövlət kimi formalaşanda da o zaman həmişə Azərbaycan qəhrəman övladları ilə fəxr edib. Ona görə də mən hesab edirəm ki, 9 mayı faşizm üzərində qələbə kimi qeyd eləməliyik və Azərbaycan oğullarının qəhrəmanlığı həmişə xatırlanmalıdır. Mən aldığım məlumata görə bizim 130 nəfərdən çox Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüş övladlarımız olubdur. Qəhrəman oğullar olubdur. Ona görə də 9 may qələbə kimi qeyd edilməlidir. Nazim müəllim, məndə olan məlumata görə, məhz Ağcabədidən o zaman 5000-dən artıq belə hardasa yəni insan iştirak etmişdi ki, onlardan 1700 nəfəri həlak olmuşdu. Həmin həlak olanların içərisində sizin əminiz Əlnağı Bünyatov da olubdu. Mən axşam bizim elə həmyerlimiz yazıcı Nurəddin Mirzəyevin bu sənətli povestini, Kiçik Qardaş adlı sənətli povestini bir nəfəsə demək olar ki, oxudum. Çox təsirli bir əsərdir. Burada Əlnağı Bünyatovun əslində yaşı düşmədiyi halda döyüşə getməsi təsvir olunubdur. Amma mən istərdim sizin dilinizdən eşidək ki, o necə baş verdi bu hadisə ki, yəni atanız Əlaslan Bünyatov əslində getməli idi, amma sonda onlar ikisi, belə deyək, məktəb partasının arxasından, yəni povestdə bu cür qeyd olunubdur, amma bilmirəm həyata, yəni necədəsində ki, o müharibəyə yollandı. İstərdim elə ta başdan böyüklərdən necə eşitmisiniz, sizi dinləyək. Deməli, mənim atam Əlaslan Bünyatov 1923 təvəllüddür. O vaxtı 41-ci ildə müharibə başlayanda müharibəyə çağırılıb. Amma ondan 2 yaş kiçik olan Əlnağım isə babamla nənəm deyib ki, gəlin bunları bir-birinə yanaşı geçsinlər, bir-birinə hayan olsunlar. Sonradan, amma onu aparmaq istəmirmişlər. Babam, nənəm gəlib voyinkomat deyirlər o vaxtı, hərbi komissarlıqda. Deyib ki, yox, mən təkid eləyirəm, mənim övladlarım ikisi də getsin. Özdə Əlnağımın biraz da boylu buxunluymuş, daha cantarağıymış. Sonra bir neçə nəfər deyir, dəvət edilir, onda şahidçiliklə güya bunlar əkiz olublar. Halbuki o atamdan 2 yaş kiçik olub. Və ondan sonra hərbi komissar məcbur qalıb, deyib, yaxşı, onda siz bugündən oldunuz əkiz. Elə sənətdə də o cür təvəllüdü 1923 yazırlar və Taganrog 416-cı Taganrog diviziyasının tərkibində onlar formalaşıb, burada Ucarda polk kimi formalaşıb, ondan sonra biraz məşq eləyəndən sonra, döyüş məşqləri eləyəndən sonra müharibə yollanıblar və 1943-cü ildə aprel ayının 14-də atamla əmim əlavə də 5-6 nəfər birgə canlı qüvvə, yəni canlı dil gətirmək üçün düşürlər Taganrogun yaxınlığında bir Sambek təpəsi var, Sambek çayı. Deməli, Sovet qoşunları, bizimkilər sağ sahilində olur, Almanlar sol sahildə və Almanlar çox güclü silahlara malik olublar və dəfələrlə canlı dil, yəni Alman əskəri zabiti gətiriblər həmişə. Növbəti gedişdə planlaşırmış ki, sabah Taganrog şəhərinə hücuma keçə, canlı qüvvə, orada müəyyən şeyləri məlumat almaq üçün adam gətirmək lazımdır, Alman əskəri və yaxud zabiti. Və bu məqsədlə yola düşürlər və Əlnağamim səngərdən yatdığı yerdə götürəndə onlar duyuq düşürlər, avtomatla biçiblər. Bax belə, atam deyir ki, daraq belə 3-4 güllə avtomat yarısı vardı, deyir, onu çəkdik, bomba çuxuru vardı. O başladıq vuruşmağa, o bir əlinlə deyir, səngərin kənarına söykənib, o bir əlin yarasını tutub yenə atırdı. Həmən o döyüşdə sonradan bizə qonaq gəlirdi. Bərdədən Nəcəfov Şəkəralı adlı bir
olub da o Ağcabədi ilə qohumluğu var. Bizim qabaq su kanalı dərisində Ramiz İsmailov vardı. Onun həyat yoldaşı Almaz xanım Şəkəralı Nəcəfovun qızıdır. O hazırda yaşayır və dünyasını dəyişənə qədər o ildə 2 dəfə, 3 dəfə bizə gəlirdi. Çox maraqlı söhbət edirdilər. Deməli, qeyri-bərabər şəraitdə vuruşma olub. Axırda Əlnağam deyirmiş ki, Ələstən məni qoy ged, onsuz da mən də ölürəm. Atam deyib, yox, mən səni çatdıracağım. Deməli, həmin yerləri mən sonradan atam o məsələyə qayıdacaq. 80-cı ildə mən gedəndə o yerləri ziyarət elədik atamla. Belə o Sambek çayı bataqlıq bir çaydır. Yəni onlar hardasa bir 200-250 metr belə bataqlıq çaydır. Orada deməli atam Şəkəralı kişiyə deyir ki, hərəmin üstündə 2 dənə qumbara var. Sən əks istiqamətdə ata-ata biraz çaşdır bunları. Mən də qumbaranı götürüb, atıb, özümü götürüb bunu sıldırımdan atacağım yerə. Yəni aşağı. İndi sağ qalarıq qalmaz belə. Deməli, Şəkəralı əks tərəfə ata-ata gedir və atam 6 qumbaranı ani olaraq hamısını atır. Yaxında deyir, haradasa 15-20 metr bizi onlar da diri tutmaq istəyirlər, deyir. İstəsələr bizi elə qumbara atıb orada öldürər. Onlar da bizi diri tutmaq istəyirlər. Ani çaşqınlıq yaratdıq və mən Əlnağı aldım sinəmə, özümü uçurumdan aşağı yuvarladım. Başımız üstündən deyir, güllə sel kimi gəlirdi. Nəhayət haradasa bir 30-20 metr hündürlükdə olan belə sıldırımdır. Aşağı bənd aldıq. Qış vaxtı da, yəni soyuqdur oralarda. Deyir, şineli soyundum. Əlnağın da şinelini soyundum ki, biraz yüngül olsun. Aldım bunu kürəyimə, bataqlıq çayda aparmağa başladım. Arkada deyir, kürəyimdə bir güllə də dəydi buna. Nəsə elə deyirdi ki, məni qoy, nəsə çətinliklə mən o bir sahilə çıxardım. Orada dedi ki, qardaş, mən ölürəm, dayan, qoydum yerə, alnımdan öpdü, dedi, anama de ki, mən qəhrəmancasına vuruşdum və sənə də mənim qanım yerdə qoymam. Təşəkkürləm ki, mənim meydimi Almanlarda qoymadın qala. Elə gözün deyir, yumdu. Üstümdə heç bir silah yox, bircə dənə bir fişək vardı. İndi bayaqdan fikirləşirdim ki, bunu yüngül kuş kimi götürürdüm ki, çatdıracağım buna, yardım edəcəklər, sağalacaq. Amma artıq o dünyasını dəyişəndən sonra neynədim, meyidi götürə bilmədim. Sonra da bircə dənə fişəngi attım havaya. Ondan sonra özümdən deyir, huşumu itirdim. Bir də onda göz açdım ki, deməli 2 əskər mənim qolumdan tutublar yanımda, Əlnağını dəfn elədilər Kət qabristanlığında. Orada bir Primorka kəndi var. O Sambek təpəsinin yaxınlığında. Və orada and içdilər, yayılım ateşi ilə ki, Əlnağının qanını yerliyə qoymayacaq. Və həmin gün hücuma keçib Taganrog şəhəri azad olundu. Mən bayaqları bir haşiyə çıxdım. Yəni 80-cı ildə mən ora atamla ziyarətə getmişəm. Məsələ belə olub. Deməli, Ulu Öndər Heydər Əliyev 1980-ci ildə 416-cı Taganrog diviziyasının şərəfinə o Taganrog yaxınlığındakı Sambek təpəsində böyük bir abidə tikdirmişdi. Bax, burada həmin şəkil var. Mən o jurnalda sonradan rastlaşdım. Həmin abidənin açılışında 416 diviziyanın adlı sanlı veteranlarından bir təxminən 100-ə qədər adam dəvət eləmişdilər. Atam da onların içərisində. Deməli, abidənin 8 may 1980-cı ildə həmin abidənin açılışında Heydər Əliyev iştirak edib. Bir də o vaxt fotodur da. Bəli, bu həmin şəkilin böyüdülmüş formasıdır. Bu həmin şəkildir. Burada daha aydın gör. Bu biraz təsvir edir. Bəli, bəli. Bu arkada duran, Ulu Öndərimdə böyründə duran atamdır. Mitingdən sonra Əliyev və Bandarenko yoldaşlar bu layiqli sənət əsəri kimi canlanan abidəni açırlar. Abidə önündəki əbədi məşəlin yandırılması diviziyanın veteranlarına tapşırılır.
Heç nə unudulmur, heç nə yaddan çıxmır. Həyat naminə canlarından keçən qəhrəmanlar əbədi yaşayırlar. Orada Veteranlar Şurasının sədri Heydər Əliyevə məlumat verir ki, burada bir veteran var. Öz əli ilə qardaşın burada bu abidədən 3 kilometr məsafədə bir Primorka kəndi var. Kənd qəbristanlığında dəfn eləyib. Ora getmək istəyir. O da deyib ki, sabah gedər. Deməli, bir gün içərisində göstəriş verir. Abidənin üstü götürülmüşdü, gülçə əkilmişdi və Veteranlar Şurasının sədri, mən səbəbə vaxtı General Nəsilov olub. Bəlkə də unudurum. Bu Atamgil haqqında, bu qəhrəmanlar haqqında məlumat verəndən sonra elə oradaca göstəriş verir ki, bu qardaşlar haqqında sənədli film çəkilsin. Deməli, qaydandan sonra, təxminən bir həftə, 10 gün sonra ASTV-dən, o vaxt ASTV adlanmırdı, Azərbaycan televiziyası 2 nəfər cavan oğlan, biri operator, biri də nəysə atamı dəvət edilər Bakıya. Dedi ki, bəs biz gedirik, filmin bir hissəsi o Primorka kəndində, orada o döyüş yerində olacaq. Bir hissəsi o vaxt rəhmətlik nənəm Qüdrət nənəm sağ idi. Bir hissəsi də kətdə olacaqdı. Atam mənə dedi ki, imtahanları dasroçunu, yəni vaxtın əvvəl 2 imtahanım qalmışdı. Verə bilərsənmi? Mənlə gedək, nəslimizdən abidəni, yəni əmi qəbrin yerin bilsin. Mən də dedim, verərəm. 2 imtahan vardı. Onları getdim dekanlığa. Dekan dedi ki, yox, gərək bunu rektor bilə. Atam özü getdi rektordan, o vaxtı Bağırzadə idi. Rektordan icazə aldı. 2 imtahanı mən vaxtından əvvəl verdim imtahanı. Atamgillə getdim. Həmin film müəyyən kadr orada çəkildi və mən həm o vaxt atamla çəkdiyim şəkildir. Mən 80-cı ildə universitetin 2-ci kursunda oxuyurdum. Bu da əmmin qəbridir. Piramida formasında, üstündə ulduz. Ümumiyyətlə, o qəbristanlıqda bircə yeganə əskər qəbri Əlnağ əmmin qəbridir. Sonra biz qayıtdıq. Filmin bir hissəsini bizim kənddə çəkdilər və o vaxtı gətirib kinoteatrda, o vaxt bizim indi Şadlıq evi olan, o vaxt kinoteatrdır. Orada bir də Mədəniyyət evində nümayiş etdirmişlər. Filmin adı belə idi, Həyat naminə. Azad nəfəs alan ana torpaq, uçsuz bucaqsız doğma vətən, nələr gəldi bir zamanlar başına, yağı düşmən, göz dikdi bərəkətinə, təbəssümünə. Alman faşist işğalçıları xaincəsinə yurdumuza basqın etdi. Ancaq düşmən yanılmışdı. O bilmədi bu torpağın, bu diyarın igidləri basılmazdır. Vətən naminə canlarından keçməyə hazırdılar. Yağı düşmən bilmədi ki, el yolunda, vətən yolunda həlak olan qəhrəmanlar ölmürlər. Heykəlləşir, abidiyə dönürlər. Xatirələrdə yaşayırlar. Ağcabədi rayonu Salmanbəyli kəndindən bu ananın cəbhəyə yola saldığı, Taganrog uğrunda mərdliklə həlak olan oğlu Bunyadov Əliyağanı, Taganroglu analar öz doğma balaları kimi yad eləyirlər. Bax, bizim o ata-babaların qəhrəmanlığı, bayaq dediyim kimi, bu 44 günlük müharibədə necə bizim qəhrəman övladlarımız demək olar ki, alınmaz bir qalanı aldılar. 30 ildən artıq düşmən, erməni qəsbkarları güclü müdafiə mövqeləri yaratmışdılar. Onları yarmaq böyük bir qəhrəmanlıq idi. Şuşa dağın başında bir, necə deyər, əl çatmaz bir yerdir. Bizim oğlanlar, yiğit oğlanlar, necə deyərlər, kəndirlə qalxıb, yüngül silahla silahlanıb ermənilərdən azad elədilər. Ona görə də biz hesab edirik ki, bu
qəhrəmanlıq tarixini biz unutmalı deyilik. Unutmamalıyıq, bəli, Bəli. əlbəttə ki. Nazim müəllim, bayaq da qeyd elədim, Əlinağı Bünyatov haqqında bir povest də yazılıb. Burada xeyli kitablar var, qəzet məqalələr var. İndi onların çoxunu biz bura qoymadıq. Əsasən kitabları qoyduq. Onlar haqqında bir də 11-ci sinif tarix dərsliyində deyəsən var. Var, bəli. O çap 2000-ci ildə çap olunan, indi yəqin ki bilmirəm. Zəhmət olmasa göstərək, məhz bu dərslik. Bu dərslik, hə, bu. İndi bilmirəm, indi mən dərsliklər dəyişik ola bilsin ki, var, yoxdur. Orada bax belə bir kitabda döyüşçü Əlinağı Bünyadovun can verərkən cəbhə yoldaşına dediklərindən. Əslində cəbhə yoldaşı elə mənim atamdır da, belə desək, hə. Qardaş, ölürəm. Vətənimizin bu günlərində ölmək istəməzdim. Düşmənlə vuruşmaq istəyirəm. Ancaq sənə sözüm var, yaxşı qulaq as. Xalqımıza, vətənimizə sədaqətlə qulluq elə. İgid ol, mənim qanımı al. Evimizə yaz ki, mən necə vuruşdum və necə öldüm. Qoy bilsinlər ki, Əlinağı vətən qarşısında öz borcunu yerinə yetirmişdir. Bu, deməli, Azərbaycanın Mərd oğulları kitabında 1959-cu ildə yazılmış kitabdan götürülmüş bir sitatdır. Burada kitablar çoxdur. Bax, Qafqaz ətəklərindən Berlinədək Zeynalov Baradetski yazdığı kitabdır. Burada var stat. Deməli, orada iki komandir əskər yoldaşlarına, əskərlərə deyir. Mən Əlinağı və Ələstan Bünyatovların xatirəsini yad edərək dedi. Biz qəhrəman Əlinağılı şaxtalı bir gündə Mius çayının sahilində dəfn etdik. Qəhrəmanın məzarı üzərinə torpaq dökərkən qardaşı Ələstan öz avtomatını yuxarı qaldırıb dedi. Qardaşım, and içirəm ki, sənin intiqamını alacağam. Burada genişdir material, bunun yəqin vaxtı çox almaq istəmirəm. Sadəcə o bayaq dedinizlər, qardaşına müəyyən sözlər deyil, o sözlərdir. Bəli, 4 sonraki Taqarov diviziya, bu da başqa bir kitabdır. Burada da Rusça yazılıb. Qirayiçeski Padvik Saverşeyli Bratya Alnəqi Əlməstan Bünyatovu İzaqçemskova rayona və s. Burada yəni onların qəhrəmanı haqqında xeyli yazılar gedibdir. Sonra Azərbaycan Sovet ədəbiyyatı tarixində bu da səhv bilmirəmsə 50-ci illərdə yazılan bir kitabdır. Orada 479-cu səhifədə orada Rus yazıcısı Pavlenko Taganrog diviziyasının qəhrəmanlığı haqqında burada bir stat gətirir. Deyir, Bünyatov qardaşların dilindən Koroğlu'nun dərlərin bugün dava günüdür misrası ilə başlanan məşhur poemasını eşitdim. O Krasnaya Zvezda qəzetində dərc etdiyi o çirkində göstərir ki, müharibə dövründə. Böyük qardaş Ələstan Bünyatov fədakarlıqla həlak olmuş balaca qardaşı Əlinağını və onların minlərlə başqasının intiqam almaq üçün aslan kimi döyüşmüşdür. Cavanların mərdliyinə, fədakarlığına çağıran həmin qoşmadan təsirlənən Pavlenko yazmışdı. Bünyatov qardaşlarının bu əhvalatı məni böyük bir şairin poeması qədər mütəəssir etdi. Halbuki bu poema deyildi. Hələ öz tərənnüsünü gözləyən xalis bir həqiqət idi. Və Məsət xanım, iş elə gətirdi ki, mənim bir əmim oğlu var. Rusiyada iş adamıdır. Şimali Qafqazda orada bir firmada işləyir. 2019-cu ildə mən məzuniyyətdə idim. Əmi oğlu mənə dedi ki, gəl biraz Yesundikidə dincəl, müalicə götür. Getdim. Günlərin bir günündə əmi oğlu Füzuli dedi, adı Füzulidir. Bəlkə gedək Əlinağı əmin qəbrini ziyarət eləyək. Dedim, çox yaxşı olar. Oradan Mahaçqaladan daha doğrusu Mahaçqaladan getmişdi, Yesundikidən 750 kilometrdir. Nəysə, əmoğlunun maşını var, onunla biz getdik. Aradan deməli 80 ildə, aradan neçə il keçib? 2019, 39 il sonra. Getdik qəbristanlığa, axşam tərəfi çatdıq. Yollar, Rusiyanın yolları heç də hamısı yaxşı deyil, amma biz fikirləşirdik ki, tez gedərik. Nahamar yollar da çox idi. Axşam getdik, ora çatdıq. Gəldik həmən yerə, o kənd qəbristanı bir təpədir. Təpənin üstündə, günəş çıxan tərəfdə
təxminən 35-40 metr o zirvədən günəş çıxan tərəfə getdik. Ora baxdım, qəbir yoxdur. Baxıram o qədər. İndi çoxalıbdı belə. Dedim, ola bilməz. Deməli, biz dedik, onda gedək kəndin o administrasiya, burada necə ola bilər ki? Nəsə, axşam tərəfi getdik ora. Kənd icra nümayəndəsi deyək də, bizim dildə, orada başqadır, administrator. Yanaşdıq. O dedi ki, mən təzə gəlmişəm, məndən qabaq bir qadın işləyirdi, yaşlı qadındır. Ondan qoy zəng eləyim, soruşum. Mən düzü bilmirəm. Götürdü, o həmin qadına zəng vurdu. Dedi ki, bəs Əlinağı Bünyatovun qohumları gəlibdi, qəbri ziyarət eləmək istəyirlər, qəbri tapmayıblar. Dedi ki, ola bilməz. Mən bu 9 may ərəfəsində onu üstün təzədən götürmüşük. Çürümüşdü. Deməli, orada qəbirlər sadəcə dəyişiklik olub. Daşdan deyil. Orada hamısı tənəkə dəmirdən, 4-lük, 5-lik kilis dəmirdən düzəldirlər. Mən gəlib durmuşam o qəbrin yanında. Bunu artıq dəyişiblər. İndi o piramida formalı yox, 4-3 formada. Bir ağac da vardı, əyilib üstünə ulduzu görməmişəm. O da dedi ki, bu saat mən gəlirəm, bir 5 dəqiqə evi yaxındaymış. O yaşlı qadın, onlar da 70'e yaxın yaşı vardı. Gəldi, o oldu, bir nəfər cavan oğlan orada işləyirdi. Bir də orta yaşlı qadındı, icra nümayəndəsi faktı işləyən. İki də biz getdik, qəbir sürgüydü. Ben burada durmuşam bu ayaqları. Gördüm ki, qəbir, mən piramida formalı qəbir axtarmışam, amma dəyişiblər. Həmin üstündəki lövhə də vurulub üstündədir, belə. Orada şəkil də çəkdik, video çəkildi. Sonra çıxanda o yaşlı qadın qəbirstanlıqda çay görükür. Çayın sahilində dedi ki, deyir, mənim rəhmətli anam deyirdi ki, Taganrog şəhəri azad olanda 3000-dən çox Azərbaycanlı övlad, Azərbaycanlı qəhrəman oğul buradan özləri atıdılar, deyir, çaya. Hər 4-5 nəfərin birində həqiqi avtomat vardı. Qalanları taxtadan düzəltmişdilər, avtomat formasındakı. Yəni ki, əllərində güya silah var. Deyir, onun yarıdan çoxun o meyidi o bataqlıqda qaldı. Bax, belə dəhşətli hadisələr olub. Bizim qəhrəmanlıq tariximiz çox zəngindir. Ona görə gənc nəsilə bunu çatdırmalıyıq. Siz, biz. Çox sağ olun dəvətinizə görə. Mən həqiqətən həm mütəəssir oldum, həm də ki, bu bizim tariximizdir. Əlbəttə. Bəli, biz tariximizi unutmalı deyilik. Əlbəttə, bunun hamısı bizim tarixdir. Yaşatmalıyıq, gələcək nəsilləri ötürməliyik. Nazim müəllim, mən axşam bu gedib gəlib yenə də qayıdıram bu Kiçik Qardaş povestinin üzərinə. Mütəəssir oldum, yəni müəyyən məqamlarda. Orada bir Əlinağı Bünyatovla bağlı yəni yazılmış bir povesti. Orada bir lalə obrazı vardı. O, yəni yazıçının təxəyyülüdür, yazıcı təxəyyülüdür. Axşamda mən düşünürəm ki, əgər o real obrazı onun taliyi sonra necə oldu? Yox, o yazıcı təxəyyülüdür. O vaxt müharibə yola düşəndə 17 yaşı olub da. Aydındır. Aydın. Belə. Yazıcı təxəyyülüdür. Onun adını necə yaşadırsınızmı? Yəni də Əraslan Bünyatov ailə qurdu, oğul uşaq sahib oldu, amma Əlinağı Bünyatov... Deməli, Məsədə xanım, çox maraqlı haldır ki, nə qədər ki, rəhmətlik nənəm, o 85-ci ildə dünyasını dəyişdi. Deyirdi ki, onun adını vermək istəyəndə nəvələrə qoymurdu. Deyirdi, mən dünyamı dəyişəndən sonra ilk oğul dünyaya gələndə nəvələrinci, mən dünyada onun adını Əlinağı qoyarsınız. O da gəldi, mənim bəxtimə düşdü. Kiçik oğlum 90-cı ildə anadan olanda, o vaxt atam da dedi ki, anamız o vaxt imkan vermirdi. Dedi ki, uşaqdır da, ola bunun adından kimsə onun xətrinə deyən söz deyər, adını belə, ona görə. Amma özü demişdi ki, mən dünyamı dəyişəndən sonra, mən öləndən sonra dünyaya gələn ilk oğul nəvəsinə yəni sizin övladınızın birinin adı Əlinağı Bünyatov. Atam bizə Ələstan adını, atam mənim o Yersindəki də ziyarətə getdiyim əmioğlu Füzulinin 3 qızdan sonra bir oğlu dünyaya gəldi. Atam onun ad günündə öz aldı qucağına, dedi mən öz adımı Ələstan adını verirəm. Bax, o Füzulinin oğluna. O, bəli, Nibsat Ələstan bir boy oğlandı, belə desək. Özü də 44 günlük müharibədə iştirak elədi. Çox cəsarətlə vuruşdu, ağır yara aldı. Deməli, müharibənin ilk günlərində.
Əvvəl Füzulidə, sonra Masallıda orada hospitalda yatdı. Yeri gəlmişkən bizim sabiq başçımız hörmətli Şahin Məmmədov orada onun hospitalda yatanda ziyarətinə də getmişdi. Müharibədən müalicə götürəndən sonra bir də təxminən bir ay müalicə götürdü. 20-25 gün belə təzədən yaxşılaşdı. Bir də qayıtdı, müharibədə iştirak elədi. İndi o da elə Ələstan, Əlnağı bu ad bizim nəsildə hələ ki davam edir. Burada vəsiqələr də görürəm. Ələstan Bünyatov haqqında da bir balaca məlumat istəyərdim ki, yəni sonralar qayıtdı, gəldi. Hansı işlərdə işlədi, hansı sahədə çalışdı? Biraz bu haqqda da istəyərəm, yəni tamaşaçılarımız məlumat. Deməli, atam müharibədən sonra qiyabi şəkildə o vaxt AP Lenin deyirdilər. Lenin adına AP'nin qiyabi tarix fakültəsini qutarıb və əmək fəaliyyətinə rayon Komsomol Komitəsinin birinci katibi o vəzifədə işləyibdi. Sonra bir müddət 50-ci illərdə beynəlxalq vəziyyət gərginləşəndə təzədən ehtiyatda olan zabit kimi orduya çağırılır. Atam Xankəndində orada xidmət eləyib. 1368-ci polk ordaymış. Orada bir iki il əskər zabit kimi qulluq eləyib. Sonradan qayıdandan sonra rayon partiya komitəsində təşkilat şöbəmdir işləyib. Sonra hətta qabaqlar raykom katibi, MTS üzrə raykom katibi olub. Rayonda 2 MTS olub. Biri Hindarx MTS, biri də Kuybişev. Bu Qaradolaq zonasında. Onda raykom katibi olub. Sonra kolxoz sədri işləyib, sonra yağ-pendir zavodu olub burada, onun direktoru işləyib. Amma əmək fəaliyyətinin son 25 ilin Salmanbəldə öz kəndimizdə məktəb direktoru işləyirdi. Sonra da elə tez-tez ərizə yazırdı ki, mən çıxıram, artıq gücüm çatmır. O vaxtı Vahid İsmailov raykom katibi olub. O deyilmiş ki, Ələstan müəllim, mən səni çıxara bilmərəm. Bax, özünə layiq yerində adam tapsan, onu da çıxararam. Sonra da məktəbdə təşkilatçı müavin işləyib Əli Bədəlov. Sonralar 6 nömrəli məktəbin direktorudur Salmanbəylidə. Atam onu bir gün götürür, gətirir İsmailovun qəbuluna. Deyib ki, yerimi adam tapmışam. Bu da cavan bir uşaq. Deyib, hanı deyib, burada gətirmişəm. Köməkçi deyir ki, onu çağır içəri gəlir. Bu da arıq cılız bir oğlan. Deyib, Ələstan müəllim, sən kimin nəhəng yerinə? Bu balaca uşağı direktor qoyaq. Deyib, ay canım, el o mən deyəndir. Ondan olar direktor. Belə. Yəni, sonra da biraz müəllim işlədi. Elə həmişə də 9 may həmişə yığırdı oğlanları. Bir süfrə açdırırdı. Deyirdi, mənim bayramımdır bugün. Ruhları şad olsun. Sizlərə də can sağlığı arzulayıram Nazim müəllim. Əlavə olaraq, yəni nə demək istərdiniz, bir sözünüz, fikriniz varsa, buyurun. Mən bu günləri çox fəxarət hissi ilə qeyd eləməliyəm ki, mənim yəni belə bir əmim, atam olubdur və həmişə necə deyərlər, onların ruhu mənim üçün yaşıl işıq olub. Həmişə, doğrudan deyirəm. Mən də rayonda Komsomol işinə götürəndə mənim kimi minlərlə ali təhsilli oğlanlar vardı. Və yəqin ki, bu atama, əmmə ehtiram olaraq məni qabağa çəkdilər. Və mən də əmək fəaliyyətimdə həmişə çalışdım ki, bu familiyanın doğruldan və bilmirəm nə dərəcə nail olmuşam. Hazırda Yeni Azərbaycan Partiyasının sədr müavini işləyirəm. Mən də müxtəlif məsul vəzifələrdə işləmişəm. Rayon Komsomol Komitəsində təlimatçıdan birinci katibə qədər yüksəlmişəm. Kolxoz sədr işlədim, Əmlak Komitəsinin rəisi işləmişəm. Məşğulluq Mərkəzinin direktoru işləmişəm və artıq 15 ildir Yeni Azərbaycan Partiyasında əvvəl aparat rəhbəri, struktur dəyişikliyindən sonra sədr müavini işləyirəm. Mən bütün əmək fəaliyyətimdə həmişə Ulu Öndərə Allahdan rəhmət diləmişəm. Onun bizim belə deyək ki, müharibə veteranlarına o vaxtda çox həssaslıqla yanaşırdılar. Və onun irsi bugün də davam eləyir. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqı dövlətçiliyi qarşısında misilsiz xidmətləri olub. Bugün Azərbaycan müstəqillik əldə etməkdə Ulu Öndərin çox böyük fədakarlığı olub, fəaliyyəti olub. Çox yaxşı haldır ki,
Ulu Öndərin siyasi varisi cənab prezident İlham Əliyev o ata nəsihətinə əməl elədi və onun qəhrəmanlığı bugün də hamımız üçün örnək ki, biz 30 il düşmən tapdağında olan torpaqlarımızı Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz geri aldıq. Çox mümkünsüz bir məsələ idi. Rəhmətli atam deyirdi ki, bu çox çətin məsələdir. Torpaqların qayıtmasında mən gec-tez qayıdacaq, amma çox çətindir. Çox çətin məsələ deyirdi. Amma Ulu Öndər həmişə deyirdi ki, vaxt gələcək biz itirilmiş torpaqlarımızı geri alacağıq. Şuşada, Xankəndində və s. Onun arzuları bugün həyata keçib. Biz Yeni Azərbaycan Partiyasında biz Ulu Öndər həmişə xüsusən 10 may ərəfəsində bilirsiniz ki, onun anadan olmasının 102-ci il dönümü ayın 10-da tam olacaq. Rayon təşkilatı olaraq silsilə tədbirlər keçiririk. Müsabiqəsi, bədii qiraət, şahmat turniri, mini futbol, intellektual bilik yarışması artıq keçirmişik. Yəqin ki, 10 may ərəfəsində yekun bir tədbirimiz olacaqdır. Orada da qalibləri mükafatlandıracağıq. Mən yekunda sizə çox təşəkkür eləmək istəyirəm ki, ümumiyyətlə Aran qəzeti, Aran televiziya rayon ictimai siyasi həyatında baş verən bütün yenilikləri daim həm qəzet səhifəsində, həm televiziyada geniş işıqlandırır. Çox Aran qəzeti oxunaqlı bir qəzetdir. Üzdə demək olmasın. Siz redaktor gələndən sonra burada bir yenilik gördük. Biz özümüz də Yeni Azərbaycan Partiyası olaraq həmişə sizin televiziya ilə, qəzetlə sıx əməkdaşlıq eləyirik və mən çox şadam ki, bizim belə bir mətbu orqanımız var və rayonların çoxunda bu qəzetlər yerli qəzet fəaliyyətini dayandırıb və digərlərində nəzdində televiziya yoxdur. Bu sizin kiçik bir kollektivin fədakarlığı nəticəsində həm qəzeti yaşadırsınız, həm televiziya ilə vaxtaşırı oxucularla görüşə gəlirsiniz. Təşəkkür edirəm. Belə bir tarixi gündə dəvət etdiyinizə görə sizə təşəkkür edirəm. İndi mən də çalışdım ki, bildiklərimdən müəyyən qədər çatdırım sizə. Çox sağ olun Nazim müəllim, mən də sizə minnətdarlığımı bildirirəm. Yəni bu insanların adlarını yaşadırsınız, gələcək nəsillər üçün. Yəni mən bayaq çoxunu biz açıqlamadıq. Burada xeyli sənədlər var. Yəqin ki, gələcəkdə nə zamansa hansısa muzeylərin orden və medallardır, onlar hansı onların vəsiqələridir və sorular atam Qırmızı Əmək Bəri ordenində təltif oldu. Çox saylı medallarını demirəm. Müharibə dövründə qəhrəmanlığa görə təltiflər olmuşdu. Onlar hamısı Kətdə ortancıl qardaşımın evində saxlanır. O pencəyin üstə medallar belə bölüşdükdə o oralarda qaldı. Bu digər sənətli materialları mən götürdüm. Nə gözəl. Əslində çox böyük iş görürsünüz. Yəni onları saxlamaqla. Buna görə elə sizə minnətdarlığımızı bildiririk və gəldiyiniz üçün, dəvətimizi qəbul etdiyiniz üçün, belə ətraflı söhbət etdiyiniz üçün sizə xüsusi minnətdarlığımızı bildiririk. Çox sağ olun. Sizin kollektivə də öz minnətdarımı bildirirəm. Əziz izləyicilər, siz sizdən soruşaq verilişini izləyirdiniz. Qonağımız Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov idi. Sağ olun, gələn görüşlərədək.